Demək, uşaqlar, burada adjectives and adverbs, sifətlər və zərflər. Zərfləri necə düzəldirik? Bax, nə demişdik? Demişdik ki, sifətlərin sonuna ly şəkilçisi artırmaqla nə düzəldirik? Zərf düzəldirik. Məsələn, beautiful sözünə nə artırırıq? Beautifully olur burada nə? Zərf. Sonra üçüncüdə fluent sözünə D variantında fluentə baxın. D-də fluent. Fluentə nə artırılıb? Ly artırılır. Olur nə? Fluently. Görürsünüz? Fluently olur. Ly artırırıq, zərf düzəldirik. Azərbaycan dilində olduğu kimi İngilis dilində də sifətlə zərfin yəqin ki fərqini bilirsiniz ki, sifət isimlərə aid olur, zərf isə feilləri təsvir edir. Amma İngilis dilində elə sözlər var ki, onlar həm sifətdir, həm də zərfdir. Məsələn, onlardan bir neçəsini sizə deyim. Tutaq ki, fast sözüdür, sürətli və yaxud da ki, hard sözüdür. Kitabımızda var, qayda kitabımızda var onlar. Bax, məsələn, tutaq ki, fast həm sifətdir, həm zərfdir. Daha biz bunun sonuna ly artırmırıq. Yəni, fastli sözü deyilən bir şey yoxdur. Və yaxud da hard. Düzdür, hardly sözü, İngilis dilində hardly sözü var. Amma bu bir başqa mənadadır. Bu ayrı bir sözdür. Yəni ki, demək olar ki, yox mənasındadır. Hard isə həm sifətdir, həm də zərfdir. Aydındır. Və mən ikinci testdən başlayacağım danışmağa. Baxırıq ki, cümləmizin variantlarında ikinci testdə həm sifət verib, beautiful verib, həm də beautiful veribdir. Biz əvvəlcə baxmalıyıq ki, mən bura sifət qoyum, yoxsa zərf qoyum. Susan sings even. Susan mahnı oxuyur hətta. Bax, mahnı oxuyur, gözəl oxuyur. Beautiful da sözümüz beautiful, həm sifət, həm də zərf gözəl kimi tərcümə olunur. Gözəl oxuyur. Susan gözəl oxuyur. Demək, bu mahnı oxumağın təsvir eləyir də, mahnını necə oxuyur? Necə oxuyur? Gözəl oxuyur. Oxumağı təsvir elədi. Demək, mən burada sifət yox, zərf işlədəcəm. Sonu ly ilə olanları götürəcəm. A ilə B variantı çıxacaq. Bu bir. İkinci, baxırıq indi sağ tərəfə. Görək göstərici varmı? Çünki uşaqlar, baxın, more müqayisə, beautifully adi dərəcə, more müqayisə, most isə üstünlük dərəcəsindədir. Demək, 3 dərəcənin 3-ünü də verir. Mən bura nəyi qoymalıyam? Baxıram ki, cümləmdə zən var. Zən nəyi bildirir uşaqlar? Müqayisəni, yəni comparative degree-ni bildirir. Bəli, C variantı doğru olacaq. Aydındır. Sonra gəlib bura. Yenə də speaks English. David speaks English of all the students in class. Fluent səlis deməkdir. Hansı sözə görə? Of sözünə görə. Of all sözünə görə. Aysa. Amma indi Sunay, burada bir şey var da. Baxırıq ki, fluent da var, fluently da var. Yəni, həm sifət var, həm zərf var. Gəl görək, biz bura sifət qoyuruq, yoxsa zərf qoyuruq. David danışır İngilizcə, səlis. Necə danışır? Səlis danışır. Bax, görürsən, danışmağı təsvir elədi. Ona görə sifət yox, biz nəyi götürürük? Bu B ilə D-ni çıxırıq, qalır bizə A-C-Y. Nə qoyduq? Zərf qoyduq. Özün də dedin ki, üstünlük dərəcəsidir. Uşaqlar, sonu ly ilə bitən 2 dənə zərfdən başqa bütün zərflərin dərəcələri morla mosla düzəlir və biz öyrənmişik ki, üstünlük dərəcəsində Z qoyaq. Bu Z məsələsi də aiddir sifətə. Yəni, zərfə aid deyil. Ly fluently zərfdir. Biz burada qətiyyən Z artiklini işlədə bilmərik. Çünki burada feil təsvir edir. İsmi təsvir eləmir ki. Bəli, bayaq dediyin kimi of all üstünlük dərəcəsi olduğuna görə biz bura nə qoyuruq? Most fluently, yəni üstünlük dərəcəsini qoyuruq. İndi qayıdırıq birinci testimizə. Mən bayaq sizə belə bir şey dedim ki, sonu ly ilə bitən zərflərin dərəcələri nə ilə düzəlir? Morla, mosla düzəlir. Amma 2 dənəsindən başqa. Onlardan biri badlydir,
Badly kökdən dəyişir, qaydasızdır. Sifətdə ki, bad necə dəyişirdi, onun kimi olacaq. Worse. Bir də worst olacaq. Worst olacaq. Bir digər sözümüz də early sözüdür. Bax, birinci testimizdə verilən sözdür. Early. Bu şəkil ilə düzələcək. Earlier, earliest olacaq. Okay mi? Earlier, earliest. Niyə yazmırıq? Çünki burada variantlarımızın içərisində onu göstəribdir bizə. Baxırıq ki, burada earlier müqayisə verib, üstə gələk bir more da artırıb. Bu gedəcək. Sonra görüşə Robert çatdı daha erkən. Demək, çatmağın erkənliyindən necə çatdı? Erkən, tez çatdı. Burada zərfdir deyə bu Z ilə olanı da çıxırıq. D variantı gedəcək. Maçın yanında müqayisə işlənər. Adı gəlibdir burada. C də gələcək, gedəcək. Burada zən var. Zən olanda nə işlədirik? Müqayisəni işlədirik. Müqayisəni işlədirik. Ona görə də üstünlüyü atırıq. Qalır bizə A variantı earlier. Deyir, Robert arrived at the meeting earlier than Francis. Robert deyir, Francisdən daha tez görüşə çatdı. Sonra keçirik bura. Baxırıq burada. Uşaqlar, biz burada sifətdə öyrəndiyimiz qaydaları da burada tətbiq edirik. Amma daha diqqətli olmalıyıq. Ona görə ki, ümumiyyətlə sifət mövzusunu işləyəndə gördünüz ki, sifətdir, belə bir testlər işləyirsiniz. Sizin ağlınıza ilk gələn zərf də onun yanında olmalıdır. Çünki bəzi şeylər var ki, onlar da fərqlidir. Məsələn, adi bir artikel məsələsin. Bayaqki kimi most fluently, the most fluently. Yəni ki, the most fluently sözü olmaz. Adam çaşır. Məsələn, fikirləşirsən ki, əzəyə var, burada üstünlükdür, qoyum. Yox. Zərflərdə diqqətli olmalıyıq. Yəni, zərfdə artikel olmaz və digər fərqliliklər var. İndi gəlirik bura 4-cü testdən. Görürük ki, burada əz bağlayıcısıdır. Əz bağlayıcısı olanda biz adi dərəcə, bəli. Bu better, best, bunlar çıxdı. Bizim 3 dənə burada adi dərəcəmiz var. C də var, D də var, yəni good, well, bad. İndi baxırıq ki, bunun ikisi sifətdir, biri zərfdir. Diqqətli olmalıyıq. Qramma eşitmir. She use, yəni əvvəlki qədər də, yəni onun etdiyi qədər, əvvəl olduğu qədər o yaxşı, yəni eşitmir. Ona görə də burada demək, eşitməkdən danışdığına görə biz zərfi götürürük, D variantını qoyuruq. Yəni, badlə good burada sifətdir deyə səhvdir. Sonra gəlirik bura yenə də explain the lesson, our teacher explains the lesson, then ours. Görürük burada müqayisə var və nə var? Və dərsləri izah edir, zərf var, adverb var. Ona görə də mən bu sözü öyle oxuyuram. Bu clearly'dir, yaxşı düşməyibdir. Clearly. Demək, baxıram ki, clear da var. Bax, bu söz belədir. Bu, bunun sifət formasıdır. Aydın deməkdir. Bir də var clearly. Clearly. Bu sifət, bu zərf. Sifət, zərf. Elə. Demək, dərsi izah eləməkdən, aydın izah eləməkdən danışdı. Mən sifət işlədə bilmirəm. Elvay olmayanları çıxıram. Anaya getdi. D variantı burada. D variantı. Baxaq, bəli, düz deyirsən. Çünki burada nə var, Sunay? Zən var. Zən olduğuna görə nəyə götürürük? Müqayisəni götürürük. Oldu mu? B variantı A-dır. C variantı da üstünlük dərəcəsidir. Düzgün variantımız D variantıdır. Sonra keçirik nəyə? Easy, easily, sifət, zərf. Bir dəqiqə. Məlum məsələdir ki, easy, Y variantındakı easy sözü. Bir dəqiqə. Easy sözü sifətdir. Easily isə nədir? Zərfdir. Uşaqlar, ingilis dilində bəzi feillər var ki, özündən sonra nə tələb eləyir? Özündən sonra sifət tələb eləyir. Biz öyrəşdik ki, feildirsə, feili təsvir eləyirsə nədir bu? Zərfdir. Amma bəzi feillər var ki, onlar qayda kitabımızda var. Yəni, o feillər özündən sonra nə tələb eləyir? Özündən sonra sifət tələb eləyir. Onlardan biri də to be feilidir.
Bax, was'dur. Was-la işlənib də burada elə. Was very. Was, yəni to be feilidir. To be-dən sonra nə gələr? Sifət gələr. Ona görə birinci tərəfdə elvayları atdıq. A, C gedəcək. Bu bir. İkinci, mən burada bir səhv variant olaraq nəyi görürəm uşaqlar? Bu matchın yanında yadınızda saxlayın. Matchdır, little'dır. Özündən sonra nə tələb eləyir? Müqayisə tələb eləyir. Amma burada nə gəlib? Adi dərəcə gəlib. Bu da getdi. Sonra mən yuxarıda very sözünü görürəm. Very sözü özündən sonra necə tələb eləyir? Adi dərəcə tələb eləyir. Amma B variantında nə gəlib? Easier, müqayisə gəlib. Bax, bu müqayisədir. Bəli. Bunu da atırıq. Qalır bizə nə? Y variantı. Gəlin Y variantını qoyaq, yerinə oxuyaq. Paula's exam was very easy. Paula's exam. Paulanın imtahanı çox asan idi. And she passed it more easily than me. O məndən daha asan keçdi imtahanını. Sonra yenə də gəlirik careful, carefully. Full sifət. Fully nədir? Zərf. Demək. Kim? Murad? De Murad. Denə Murad. Mən birinci mənim sifət olur. Ay, sağ ol. To be feilidir. Nələri çıxaq? Elvayları çıxaq, Murad. B-ni çıxıq, mən bir də D-ni. Ay, sağ ol. Mən sonra mən zəng var deyə mən moren qoyuruq. Moru qoyuruq. Mən alacaqdır. Ay, sağ ol. Qəşəng, afərin, gözəl. Demək, qalanlarını da mən tamamlayım. Veridən sonra, düz deyirsən. Veridən sonra nə gələr? Adi dərəcə. C variantında moru gəlib, bu da getdi. Burada most üstünlük dərəcəsi gəlib, zənlə müqayisə işlədirik, bu da getdi. Qaldı bizə A variant. Ay, sağ ol, afərin. Uşaqlar, mən indicə sizə dedim ki, bəzi feillər var ki, onlar özlərindən sonra nə tələb eləyirlər? Sifət tələb eləyirlər. Onlardan biri nədir uşaqlar? Taste. Taste. Dad vermək. Demək uşaqlar, bu taste məsələsi nədir? Taste, dad vermək. Bir də var ki, bir var ki, sup özü dad verir. Bir də var taste'in dadına baxmaq mənası var. Məsələn, tutaq ki, deyirəm ki, mən supun dadına baxıram, ehtiyatla baxıram. Bir var ki, hərəkəti mən icra eləyəm, insan icrası. Mən olmayım, anam baxdı, Nurgün baxdı, Sunay baxdı supun dadına. Orada hərəkəti icra edən insan, şəxs varsa, onda orada olacaq zərf. Amma yox, sup özü dad verir, mübtəda supdur da, elə. Onda o özündən sonra sifət tələb eləyəcək, zərf yox. Bax, indi burada sifət tələb eləyir də, sup dad verir. Hansı olacaq? Ayla. B variantıdır. B nədir burada? 2 ilə 3. 2 ilə 3 zərfdir axı, Ayla. Bax. Y variant. Bir dənə qulaq as mənə, bir dənə diqqətlə qulaq as. Deyirəm ki, sup dad verir. Sup özü dad verir. Elə. Onda biz nə qoyacağıq? Orada hərəkət yoxdur da. Hərəkət icra olunmur. Yəni, hərəkət yoxdur deyəndə bir var ki, sup özü dad verir. Bir də var ki, sən onu dadına baxasan. Burada görsən, şəxsi yoxdur. Sup özü dad verir. Bunda, bir dəqiqə deyəm. Bu olacaq burada sifət. Elə, indicə öyrəndik ki, badly ilə will nədir? Badly ilə will zərfdir. Qaldı bizə burada nə? 1-dən 4. Sunay, sən nə deyirdin? Bir sözü mənası. Well sözü yaxşı deməkdir. Well da yaxşıdır, good da yaxşıdır. Elə, good sifətdir, well zərfdir. Well zərfdir. Aydındır. Sonra, Ayla, başa düşdün? Bəli. Əgər bizim o cümləmiz belə olsaydı, deyirəm ki, Ayla tasted. Nəsil təbliğ olacaqdır. Ayla deyir, dadına baxdı. Tasted the soup. Tasted the soup. Ayla supun dadına baxdı. Carefully. Bax. Zərf qoydum bura. Careful yox. Fully. Supun dadına ehtiyatla baxdı. Başa düşdün? Bax, burada zərf oldu. Amma yuxarıda deyir ki, sup dad verir. Bax, yenə.
burada nömrəsi düşməyib testin. This coffee taste. Bu kofe dad verir. B-də Burada mən B'dir. Aferin. 1-3 qəşəng B variantı. Pendir dad verir. Nə olacaq uşaqlar burada? Mən 1-4 olacaq. Awful-la pleasant olacaq. Bəli, nice-la well zərfdir. Düz deyirsiniz. Sonra gəlirik bura. Andrew was, bax. Burada to be fe'li var. Ona görə sifət gəlir. Xorla deməyək Ayxan, Nurgün denə. Aha. Mənzildə vaz gəlib to be fe'lidir. Ona görə sifət gəlir. B-ni, C-ni çıxırıq. İnaf hansı dərəcələn işlənər? İnaf hansı dərəcələn işlənər? Yox, adi dərəcələn. Ona görə nəyi də çıxarıq? D-ni də. Bəli, orada gedər. İndi qaldıq A-la Y-nin arasında. Baxırıq ki, Nurgün, biri A-da sifət zərfdir, Y-də sifət-sifətdir. Elə, indi sən hansını qoyarsan? İndi sən protectə görə qoyacaqsan. Dostların deyir, müdafiə elədi cəsurcasına. Cəsurluqla müdafiə elədi. Mən burada A-dır. Bəli, burada zərf qoyacağıq. İkinci tərəfə zərf qoyacağıq. Çünki müdafiənin necəliyini deyirsən. Necə müdafiə elədi dostlar? Ona cavab verir, ona görə zərf olacaq. Ay, sağ ol. Ona görə də burada A variantı olacaq. Sonra, bax, bunu da artıq deyilən testlərim. Bunu istəyirəm kim cavab versin? Kim? Danışmayan uşaqlarımızdan. Kim? Murad, sən demişsən. Yox, Murad, sən başa düşdün. Cavab verməyən uşaq. Zəhra. Zəhranın səsi açıq deyil. Kim? Ayxan, sən denə. Mən Kate Grafly. Mən o birisi nədə olacaq? Mən burada ola baxacağıq. Yox, qulaq as da, diqqətli qulaq as. Diqqətlə qulaq asmamısan dərsən. Bax, burada yenə də, bayaq dedik bunu. To be fe'lidir, eləmi? To be-dən sonra nə gələcək uşaqlar? Sifət gələcək. To be-dən sonra sifət gələcəksə, bu elvayları çıxdıq. Bu yaxlarımda Nurgün qəşəng izah elədi də. Elvayları çıxdıq. Eləmi? Sonra, indi qaldı bizə nə? Veri. Veridən sonra Murad nə gələcək? Hansı dərəcə gələcək? Careful yoxsa more careful? Murad. Careful, veridən sonra hansı dərəcə gələcək? Müqayisə. Adi dərəcə. Bayaq dedikdə yuxarıda, bu deyil, bayaqlarım yuxarıda demişdik başqa testdə. Verdən sonra adi dərəcə gələcək. Müqayisə də gedir. Qaldı bizə B ilə Y. B ilə Y qalıbdır. Elə. Demək, she looks through all the rules. Careful olacaq, yoxsa carefully olacaq? Carefully olacaq. Çünki deyir, o bütün qaydaları deyir, nəzərdən keçirtdi, diqqətlə. Necə nəzərdən keçirtdi? Look through özündən sonra zərf tələb eləyib B variantı olacaq. Belə.